Hər birinizi salamlayıram. Mən Şuuraltı terapist. Növbəti videoda sizləri xoş gördük. Bugünkü videoda mən minnətdarlığın gücü haqqında danışmaq istəyirəm. Ümumiyyətlə minnətdarlıq hissi bizə nələr verir və nə dərəcədə bizi qaldıra bilir? Bilirsiniz ki, biz insanlar, yəni adi gündəlik olaraq əgər neqativ yaşayırıqsa, əgər paxıllıq yaşayırıqsa, nə bilim kindir, küdrətdir, narahatçılıqdır, yalan danışa biliriksə və s. yəni bu neqativ vəziyyətləri yaşayırıqsa, deməli biz aşağı titreşimdəyik. Aşağı titreşimdə olan insanlar hər hansı bir uğur, hər hansı bir işində irəliləyiş, həyatında irəliləyiş, pulla bağlı olsun, ailə həyatı olsun, fərq yoxdur. Onunla qabağa getməyə çətinlik çəkirlər. Və ruhsal olaraq siz etdiyiniz duaların belə bəzən tez bir zamanda nəticəsi görməyə bilərsiniz. Bu nə ilə bağlıdır? Çünki etdiyiniz dualarda enerji yoxdur. Etdiyiniz dualarda hiss yoxdur, inam yoxdur və minnətdarlıq hissi yoxdur. Birinci dualardan öncə mən sizə tövsiyə edərdim ki, sadəcə var olduğunuza görə minnətdar olasınız. Çünki minnətdarlıq bizim frekansımızı, yəni titreşimimizi qaldırır. Və siz artıq aşağı titreşimdə deyil də, artıq yuxarıya doğru qalxmağa başlayırsınız. Bu əlbəttə ki, bir günə, 2 günə olan deyil. Bunun üçün bir müddət öz üzərinizdə işləməlisiniz. Və siz artıq sadəcə və sadəcə özünüzə, yaradana, ətrafdakı insanlara minnətdar olduğunuz zaman insanların içində pozitiv nələrisə görməyə başlayacaqsınız. Və o pozitivləri gördükcə də həyat sizə pozitiv vəziyyətləri göstərməyə başlayacaq ki, siz onlara görə də təşəkkür etməyə başlayasınız. Baxın, fikir vermisiniz yox, bəzən neqativ içində olanda insanın günü də pis başlayır. Səhər durursan, başın ağrıyır, gedirsən işə, orada kimləsə dalaşdın, burada kimləsə dalaşdın, yolda kimləsə sözləşdin. Yəni günün bərbad keçir və bu günlərin sayı ay üzərində çox olur və deyə bilərsən ki, bu ay çox bərbad keçdi, bu ilim çox bərbad keçdi. Nəyə görə? Çünki sən aşağı titreşimdə yaşayırsan və aşağı titreşimdə yaşaya-yaşaya gözəl bir gələcək, möhtəşəm bir həyat gözləmək, yəni bu absurddur. Sən öz minnətdarlıq hissini özündə aktiv edərək nələrəsə sahib ola bilərsən. Və minnətdar olduqca birinci ətrafa bax. Gör ətrafında, evinizin yanında olan mağazin içində işləyən işçilər, orada satılan produktlara hər şey bahadır, ot qiyməti nədir deyə yox da. Nə gözəl ki, kimsə getdi, o düyünü yığdı, paketlərə doldurdu, səliqə ilə qoydu və mən onu hazır bir vəziyyətdə gəlib buradan ala bilirəm düşüncəsi ilə yanaşmağa çalışın. Nə gözəl ki, istədiyim konfeti mən girib müəyyən bir məbləğ qarşısında ödəniş edərək onu əldə edə bilərəm. Mən o konfeti gedib evdə məsəl üçün bişir, düşür, ona vaxt ayır, ona zaman ayır etmirəm. Və yaxud da tort istəyirsiniz, tort almaq istəyirsiniz, amma evinizdə vaxtınız yoxdur tort bişirməyə və mağazinlər indi hal-hazırda doludur. Amma nəzərə alın ki, kimlərsə bişirir bizə o tortu, kimlərsə o produktları marketin içinə yığırlar, əziyyət çəkirlər və biz gedib sadəcə müəyyən bir məbləğ ödəniş etdikdən sonra o produktlarımızı evimizə gətirib və onları ailə içində bişiririk, yeyirik. Şirinisi olsun, acısı olsun, yeməyi olsun, fərqi yoxdur, nə olursa olsun. Çalışın ki, hər bir şeyə, insanların zəhmətinə, insanların vaxtlarına dəyər verməyə çalışasınız. Dəyər verdikdə sizə də dəyər verməyə başlayacaqlar. Əgər siz dəyərsiz yaşayırsınızsa, hər kəsin işini, o neynədir ki? Onsuz da onun bir işi yoxdur ki, oturub evdə öz pulunu qazanır və yaxud da nə bilim marketdə işləməyə nə var ki? Elə getdin, səhər getdin, axşam gəldin. Orada eləmək nə var ki, burada eləmək nə var ki, paltar tikmək nə var ki, nə bilim o nə var ki, bu nə var ki deyə. Nə qədər ki siz insanların əməyini dəyərsizləşdirəcəksiniz, bir o qədər də sizin həyatınızı dəyərsizləşdirəcəksiniz. Fikir vermisiniz yox, sizin həyatınızı dəyərsizləşdirən o qədər insan var ki. Əgər varsa özünə sual ver ki, mən kimləri dəyərsizləşdirirəm? Məhz bu zaman yəni sizə bunun cavabı gələcək.
Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.